Salam, hörmətli izləyicilər. Bugün sizə indiki davam edici zaman mövzusunu izah edəcəm. İngiliscə adlanır Present Continuous Form. İlk öncə nəzərə yetiririk düzəlmə qaydasına. Düzəlmə qaydası necədir? Deməli, to be feili ilə düzəlir. Təbii ki, am, is, are, feil, sonra da ing sonluqlu feil olmalıdır. Zaman zərfləri 4 zaman zərfi var. Cümlədə now, at present, at the moment və still zaman zərflərini gördüyümüz halda həmin cümlədə veririk indiki davam edici zaman. İndiki davam edici zaman 4 zaman zərfi var. Still işlənir cümlənin ortasında, yəni to be feili ilə ing feili arasında. Digərləri isə cümlənin ən sonunda, bəzən də ən əvvəlində, ən başında işlənə bilir. Nümunəyə baxaq. He is reading a book now. They are learning English now. Və yaxud da he is still reading a book. Belə də yaza bilərik. Və yaxud da they are still learning English. Bu formada da ifadə edə bilərik. Stili to be feili ilə learn-ün arasında vermə şərti ilə. Cümlədə deməli davam edici zaman zərfləri olmadan belə yenə davam edici zaman verə bilərik biz. Yəni cümlənin başında nida işarəsi ilə hər hansı bir feil verilibsə, həmin feilin davamındakı hərəkət indiki davam edici zamanda olur. He is doing his homework. Look, he is doing his homework. Bax, o öz işini, ev tapşırığını edir. Burada bəli look var və ardında davam edici zamanda feil görürük. Testlərə baxsaq, testlərdə 11-ci siniflər üçün nəzərdə tutmuş test toplusundan birinci testi nəzərə yetirək. 52-ci testə baxaq. Məsələn, 52-ci testdə look at that man, o insana bax, o kişiyə bax. He is painting the door now. Bəli, burada now var. Həm də now olmasaydı belə yenə davam edici zaman verərdi. Çünki cümlənin başında nida işarəsi ilə hər hansı bir zaman feil verilib, hərəkət verilib, ardındakı hərəkət də indiki davam edici zamanda olmalıdır. 53-də listen, cümlənin başında yenə nida işarəsində ifadə var və ardında yenə də indiki davam edici zaman verəli cavabımız olacaq is singing. Və yaxud da test nömrə 58-ə baxırıq. 58-də də yenə the sun is shining now. Günəş indi parlayır. Burada da indiki davam edici zaman verilir. 61-də də eyni qayda ilə 61-ci testdə də Jack is having a bath now. Jack indi vanna qəbul edir. Bu formada biz davam edici zamana təyin edirik. Çoxdur nümunələrimiz, sadəcə çox asan zaman olduğuna görə üstündə çox durmaq istəmirəm. İndi isə istəyirəm sizə keçmiş davam edici zaman haqqında məlumat verim. Keçmiş davam edici zamanımız isə gördüyünüz kimi past continuous form, past continuous tense formu deyə bilərik buna. Düzəlmə qaydası necədir? Was, were, to be feilinin keçmiş zaman forması plus verb plus ing, üstəgəl feil, üstəgəl ing sonluqlu feil olur. At this time yesterday, at that time yesterday, all day long bu zamanın zaman zərfləridir. Bunları gördüyümüz halda keçmiş davam edici zaman veririk. Əsas burada əsas işimiz olacaq. Burada while bağlayıcı ilə biz kifayət qədər izahlarımız, geniş olaraq izahlarımız olacaq. Bundan bağlı testlərimiz də var. Bir testə baxaq, sonra keçək həmin while məsələsini izah edim. 65-ci testə baxırıq. 65-ci testdə gördüyünüz kimi a strong wind at that time yesterday verilib burada. Təbii ki, a strong wind was blowing. Dünən bu vaxtı, dünən o vaxtı güclü külək əsirdi. Bəli, burada at that time yesterday varsa was blowing. Cümlədə bəzən şagirdlər yesterday görüb, yəni burada səhvən təyin edirlər, keçmiş sadə zaman verə bilirlər və yaxud da başqa bir zaman verə bilirlər. Yəni yesterday görüb keçmiş sadə verməyə ehtiyac yoxdur. Cümlədə at that time yesterday varsa, at-lə, at-sislə, at-sətlə cümləyə əlavə varsa, yəni yesterday əlavə varsa, həmin cümlədə biz keçmiş davam edici zaman verməliyik. Buna diqqət etməyiniz tövsiyə olunur. İndi while məsələsi barədə danışmaq istəyərdim. While olan cümlədə biz veririk hər iki tərəfdə keçmiş davam edici axtarmalıyıq. Yəni while'ın hər iki tərəfində axtarmalıyıq keçmiş davam edici zaman. Gəlin baxaq bir nümunəyə. Məsələn, 2025 11-lər üçün nəşr olan toplu nəşrində deməli 92-ci testə baxırıq. 92-ci testdə gördüyünüz kimi burada while var. Hər iki tərəfi keçmiş davam edici axtarmalıyıq. Varmı belə bir variantımız? Varsa götürürük, yoxdursa fərqli bir variant düşünürük. Bəli.
Burada var. While-dan sonra keçmiş davam edici var. Keçmiş davam edici varsa artıq bu tərəfdə də keçmiş davam edici olmalıdır. Yoxdursa keçmiş sadə götürə bilirik. Bəli, cavabımız elə burada A variantıdır. Məsələn, D bəndində də keçmiş davam edici varsa, D variantında was keçmişdir, will gələcəkdir. Uzlaşma pozulub. Cavabımız A variantı olacaq. 93-ə baxırıq. 93-cü testdə də yenə while var. Keçmiş davam edici axtarırıq. Varmı? Yoxdur. Yenə də götürürük nə? Keçmiş sadə ilə keçmiş davam edici A variantı. Burada şagirdlər çalışırlar. Heard fe'linin 3 forması da eynidir qaydaç fe'l olaraq. Əgər bu indiki zaman olsaydı, Tony təkcə heard olardı, S qəbul eləyərdi. Çünki tək mübtədadan sonra fe'limiz S qəbul eləməli. Eləmirsə, demək keçmiş zamandır. Keçmişdə də hər ikisi bu formada, bəli, 3 hər forması eyni olur. Burada da cavabımız A variantı olacaq. Amma 94-ə baxsaq, burada bəli, keçmiş davam edici axtarırıq. While hər iki tərəfində var burada. C bəndimiz, C variantımız doğru cavabdır. Sonra 120-yə baxırıq. 120-ci testə baxırıq. 120-də yenə də while var. While olan cümlədə biz hər iki tərəfi yenə də keçmiş davam edici verməliyik. Keçmiş davam edici hər iki variantda yoxdur. Keçmiş davam edici while-dan sonra var iki variantdır. Amma burada A variantı ola bilməz. Çünki have indikidir. Böl keçmiş zaman, keçmişlə indiki uzlaşma cavabımız olacaq B variantı. Sonra digər testimiz 121-ə baxırıq. 121-də yenə while var. While-dan sonra keçmiş davam edici yoxdur. Keçmiş davam edici yoxdursa, while-in hər iki tərəfində verdiyi keçmiş sadə də verə bilərik. Yəni, belə deyək də, bu variantı tapa bilmədiksə, hər iki tərəfi keçmiş davam edici veririk. Bir tərəfi keçmiş davam edici, bir tərəfi keçmiş sadə. Bu da yoxdursa, artıq sonuncu bəndimiz var. Burada keçmiş sadə verə bilirik. Bu variantı isə istisna hallarda ola bilər. Hər ikisi indiki zaman, o da istisna hallarda mümkündür. Amma bizim test topumuzda hələ ki, belə testlərə rast gəlinmir. Deməli, burada da bizim keçmiş davam edici, keçmiş hansı testidir o? Bəli, 121-də. 121-də hər iki tərəfi keçmiş davam edici verməli yoxdur. Keçmiş davam edici, keçmiş sadə axtarırıq. O da yoxdursa, hər iki tərəfi keçmiş sadə verib, doğru cavabı C bəndi ilə bitiririk. 122-də də eyni qayda ilə yenə də 122-də yox, daha doğrusu 119-da. 119-da da bayaq dediyim kimi, bəli, keçmiş davam edici axtarırıq while-dan sonra. Keçmiş davam edici burada var. Bir variantımız da var. Burada keçmiş davam edici versə, burada keçmiş davam edici, keçmiş sadə verməliyik. Keçmiş davam edicimiz yoxdur, amma keçmiş sadəmiz bəli var. B variantı. Çünki keçmiş zamanın sualı didlə verilir. Doğru cavabımız B variantı.